Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Əmmə ba'd. Hörmətli, möhtərəm dinləyici, qardaşlar, bacılar, Allah subhanahu wa ta'ala hamımızı qorusun, xeyir işlərə müvəffəq eləsin və bizi özünün razı qaldığı işlərə yönətsin. Əmin. İslamda böyük yaşlı insanların haqları, hüquqları barəsində qısa danışacaq Allah Taala'nın köməyi ilə. İstifadə edəcəyimiz kitabça Şeyx Abdurrazaq İbn Abdülmuhsin Əl-Bədir, Şeyx Abdurrazaq Əl-Bədirin kitabçasından istifadə edəcək. Ümumən bu mövzu həm böyüklərə hörmət etmək mövzusu, böyüklərin hüququ mövzusu önəmlidir. Və müsəlmanlar daim bunu göz önündə etməlidirlər. Şeyx Hafizəhullah deyir ki, insanlar həqiqətən də çox böyük ehtiyacları var ki, onlar tez-tez yada salmalıdırlar Allahın hüquqlarını, Allahın haqlarını, onun elçisi Məhəmməd Peyğəmbər sallallahu aleyhi ve sellemin hüquqları, haqları, həmçinin valideyn, ata-ananın haqları, həmçinin qohum-əqrabanın, yaxınların haqları, qonşu haqları və yaşlı insanlar, qoca yaşlı insanların haqları barəsində daim xatırlamağa, xatırladılmağa ehtiyac var. Və ümumən yaşlı insanlarla bərabər bütün bu haqlar ki var, Allahın haqqı, onun Peyğəmbərin haqqı və həmin sadalanan insanların haqqı, sallallahu aleyhi ve sellem, Allah'ın salamı və salavatı olsun Peyğəmbərə, bu haqları xatırlamaq və xatırladıktan sonra da ona əməl etmək xeyrin qapısıdır və insanın islah olmasının qapısıdır, nicat tapmağın qapısıdır. Müsəlman ona kimsə yadına salanda, bir yaxşı bir işi onun yadına salanda, o da başqasının yadına salır. Və əgər kimsə ona xeyri nəsiyyət eləsə, xeyrə yönətsə, hidayət olunur. Həmin o xeyrə əməl eləyər, həmin o nəsiyyətə əməl eləyər. Allah Teala Quran-ı Kərimdə belə deyir, Cəllə və Alə: وَذَكِّرْ فَإِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Sən yada sal, xatırlat. Həqiqətən də xatırlatmaq möminlərə fayda verir. Mömin insan da unutur bəzən hansısa bir yaxşı işi. Yanındakı kimsə onun yadına salanda, xatırladanda tez xatırlayır və həmin o işi eləyir, yerinə yetirir və bu da fayda verir ona. Həm xatırladana fayda verir, xatırlatdığına görə, nəsiyyət etdiyinə görə savab qazanır, Allah Taala'nın razılığını qazanır, əcr mükafat qazanır. Həm də xatırladılan, həmin adam kimin ki yadına saldılar, xatırlatdılar, o da xeyir götürür ki, həmin o xeyr əməli eləyir və həmçinin də savab yazılır ki, ona göstərilən xeyrə əməl elədi deyə, təvəzzükarlıq elədi deyə. Ona görə müəllif Şeyx, Allah onu qorusun, deyir ki, ona görə müsəlman bizim bu mübarək, gözəl İslam şəriətinin xeyrini bilsin, gözəlliyini bilsin, dərk eləməyə çalışsın. Bu nemətin əzəməti haqqında fikirləşsin. Və bizim dinimiz ədalət dinidir. Və bizim dinimiz hər bir haqqı olana haqqı vermək dinidir. Yəni kimin haqqı varsa haqqı ödənilməlidir, verilməlidir. Ədalətli dindir. Necə ki Allah Teala Quran-ı Kərimdə deyir, Subhanahu wa ta'ala: İnna Allaha ya'muru bil adl. Allah Teala ədalətli olmağı əmr eləyir. Haqsızlıq etmək olmaz. Ədalətsizlik etmək olmaz. Və həmçinin ehsanı əmr eləyir. Və həmçinin yaxınlarla müamilə, onların haqlarını əmr eləyir. Və fahiş, pis və münkər işlərdən çəkindirib qadağan eləyir. Fəhşə, münkər, bəği, bunlardan çəkindirir və qadağan eləyir. Ona görə də müsəlmana yaraşar ki, bunları öyrənsin. Ona həyatda lazım olan haqları öyrənsin. Çünki kimsə nəyisə itiribsə, o sənə o şeyi verə bilməz.
İtirən bir adam itirdiyi bir şey sənə verə bilməz. Ona görə insan əgər bilmirsə ki, Allahın nə haqları var onun üzərində, əgər bilmirsə ki, Muhammed Peyğəmbərin, Allah elçisinin sallallahu aleyhi və səlləm nə haqları var onun üzərində və ya bilmirsə ki, valideynlərin, ata-ananın hansı haqları var onun üzərində və ya bilmirsə ki, qonşuların hansı haqları var onun üzərində və ya bilmirsə ki, ağsaqqalların, ağbirçəklərin, yaşlı insanların və digərlərinin hansı haqları var. Əgər bunları bilmirsə, necə o haqları əda edə bilər? Və necə adil ola bilər, əgər bilmirsə ki, adillik nədir? Ona görə insan gərək elm öyrənsin. Və lihədə كان من أهم المهمات وآكد الواجبات العناية بمعرفة الحقوق وأن تكون عناية المسلم بها ومعرفتها بقصد فعلها والقيام بها وافية تامة. Deməli, ona görə ən əsas əməllərdən birisi də, ən mühüm əməllərdən birisi də, ən təkidli vacibatlardan birisi də haqqları bilmək lazımdır. Allahın bizim üzerimizdə hansı haqları var? Peyğəmbərin sallallahu aleyhi ve sellem hansı haqları var? Valideynlərin, ata-ananın hansı haqları var? Qonşuların hansı haqları var? Qohum-əqrabanın, yaxınların hansı haqları var? Yaşlı insanların, ağsaqqalların, ağbirçəklərin hansı haqları var? Və digər bütün bu haqları öyrənmək, bilmək ən mühüm, ən vacib əməllərdəndir. Və bunları ona görə öyrənməlidir ki, bilsin ki, qoy əməl eləsin, yəni əməl eləmək niyyəti ilə öyrənməlidir. Və təbii ki, yaşlı insanlarla gözəl davranmaq deyəndə bu əxlaq mövzusudur, düz deyil. Əxlaq, gözəl davranış mövzusudur. Və bizim gözəl dinimiz, mübarək şəriətimiz bizləri, müsəlmanları yönəldir ki, əxlaqlı olaq, insanlarla gözəl davranaq. Bizlə necə davranmalarını istəyiriksə, biz də insanlarla o cür davranmalıyıq. Hədisdə Muhammed Peyğəmbər, Allah elçisi sallallahu aleyhi və səlləm belə deyir. İnnə min əhəbbikum iləyyə və əqrabikum minni məclisən yevməl qiyamə əhəsinikum əxlaqa. Qiyamət günü mənə ən sevimli, ən çox istədiyim və ən yaxın olanınız, qiyamət günü ən yaxın olanınız, ən sevimli olanınız gözəl əxlaqlı olanınızdır. Kim gözəl əxlaqlı, tərbiyəli olarsa, qiyamət günü Muhammed Peyğəmbərə sallallahu aleyhi ve sellemə ən yaxın olanlardan olacaq və onun ən çox istədiyi, ən sevimlilərdən olacaqdır. Ona görə gözəl əxlaq bizim şəriətimizdə var və buna çağırırlar. Allah çağırır, onun Əzzə və Cəl, onun Peyğəmbəri sallallahu aleyhi və səlləm. Böyük yaşda olan arvadlar, kişilər, bunlara hörmət etmək barəsində. Deyir ki, fərqi yoxdur, həmin o yaşlı adam, yaşlı qoca insan bizim qohumdur və ya qonşudur, hətta müsəlmandır və ya qeyri-müsəlmandır. Qocadırsa, artıq onun müəyyən haqları var. Fikir ver, hətta qeyri-müsəlmandırsa və ya müsəlmandırsa, qohumdursa və ya qohum deyilsə də, qonşudursa və ya qonşu deyilsə, əgər yaşlıdırsa, artıq onun müəyyən bir haqları var. Səhih hədisdə Allah elçisi Muhammed Peyğəmbərdən sallallahu aleyhi və səlləmlə belə varid olub ki, İnnə min iclalillahi ikramə zişşeybətil muslim. Allahı iclal etməkdəndir ki, yəni yaşlı bir müsəlmana ikram etmək. Və hamilil Qur'an qayril galifi vəl cafi anh və ikram zis-sultan el-muqsid. Və həmçinin Quran daşıyan bir insana ikram etmək, ona hörmət etmək, onunla gözəl davranmaq və həmçinin ədalətli sultanla gözəl davranmaq, ona ikram etmək. Bu üç sinif insan ki var, bunlardan birisi də yaşlı, müsəlman yaşlı insan, bunlara ikram etmək, bunlarla gözəl əxlaqla davranmaq Allahı iclal etməkdən sayılır. Və min iclalillahi əzzə və cəl.
Başqa hədisdə Allah elçisi Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyir. Leysə minnə mən ləm yuvaqqir kəbirənə və yərhəm sağirənə. Bizdən deyildir o kəs ki, böyüyümüzə hörmət eləməz, yəni gözəl davranmaz və balacamıza da rəhm etməz. Balaca balalara rəhm etmək lazımdır. Onlarla gözəl davranmaq lazımdır. Yaşlı insanlar, ağsaqqallar, ağbirçəklərlə isə hörmət, ikram, təvqir bunlarla davranmaq lazımdır. Və fikir ver, Allah elçisi sallallahu aleyhi və səlləm necə önəm verir bu məsələyə, ağsaqqallara, ağbirçəklərə gözəl davranmaq, bir də balaca balalara rəhm etməyə, deyir ki, bizdən deyil. Kim bunu eləməsə, bizdən deyil. Bu da məsələnin böyük və əzəmətli olmasını göstərir. Təbii ki, əgər həmin o yaxın insan hələ bizim qohumdursa, həmin o yaxın insan əgər bizim qonşudursa, həmin o yaxın insan əgər bizim valideyindirsə, onda təbii ki, məsələ daha da əzəmətləşir və daha da böyüyür. Və həmçinin onlarla gözəl davranmağın savabı daha da fərqlənir. Fikir ver, sənin valideynlərin, onların sənin üzərində haqqı var. Hətta əgər onlar səni şirk qoşmağa cəlb etməyə çalışsalar, yəni bu işdə əməlli başlı çalışsalar, nəinki təklif eləmək, əməlli başlı çalışırlar, inad göstərirlər ki, səni şirkə yönləndirsinlər, Allaha şirk qoşasan. Belə olanda belə Allah Taala deyir ki, Qurani Kərimdə fələ tuti'humə, birinci onlara itaət eləmə. Əgər valideynlər səni şirk qoşmağa çağırırlarsa, bu işdə valideynlərə itaət eləmə, onlar deyən eləmə. Və lakin, necə deyir Allah Taala, və sahibhumə fid-dunya ma'rufa. Lakin dünyada onlarla gözəl söhbət, gözəl davran, birgə yaşayış, gözəl müamilə ilə, gözəl davran. Düzdür, sən onların şirk qoşmasına tabi olmayacaqsan, amma gözəl davranacaqsan onlara bu dünyada. Fikir ver, bu da həqiqətən də yaşlı insanların haqlarının böyük olduğunu göstərir. Hələ xüsusən də bu yaşlı insanlar ata-anadırsa. Və həmçinin o məşhur hədisdə də gəlir, 3 nəfər dağda, həmin o mağarada ilişib qalırlar, böyük daş mağaranın ağzını bağlayır və hər kəs başlayır öz salih əməllərini sadalamağa və Allah Taala'dan kömək istəməyə. Və onlardan birisi də bir nəfər olur ki, onun 2 valideyni var. Ana-ata sağdır və yaşlıdırlar. Bu da bizim mövzumuza uyğun gəlir. Və onlarla gözəl davranırdı. Və qısa olaraq əgər desək, süd onlar içməmiş, öz uşaqlarına içirmirdi, valideynlər içməmiş. Və bir gün görəndə ki, valideynləri yatıblar, deyir, əlimdə qabı, süd olan qabı tutaraq gözlədim ki, ta ki dursunlar. Oyatmadım onları. Fikir ver. Bir var ki, insan istəyir ki, qoy bu süddən birinci ana-ata içsin, durğuzub içirir. Yox, bu hətta durğuzmur ki, onlara əziyyət verməsin deyə. Özü ayaq üstə gözləyir onları. Əlində qabla. Ki, qoyurlar rahat yatsınlar, istirahət eləsinlər. Duranda südü orada içirir, sonra uşaqlarına içirir. Bu nəyə görə idi? Ana-atası yaşlı idi, ana-atasını çox istəyirdi. Ana-atasına Allah üçün gözəl davranırdı. Hətta onlar yatanda durğuzmurdu, əlində gözləyirdi ki, onlar duranda süd versinlər. Və Allah Taala bu əməlin qarşılığında onlara kömək elədi. Çoxdur həqiqətən, mövzu genişdir. Və həmçinin ana-ataya yaşlı olduqları halda gözəl davranmağın fəziləti, savabı haqqında çoxlu hədislər var. Həmçinin Qurani Kərimdə Allah Taala'nın bu barədə buyurur. Qısa olaraq böyüklərə, yaşlılara hörmət barəsində bir neçə məsələni sadalayaq.
Birinci məsələ, onları hörmət etmək, yaşlı insanlara hörmət etmək, ikram etmək. İkinci məsələ, bilməliyik ki, Allahı əzəmətləşdirməkdəndir, Allahı iclal etməkdəndir ki, yaşlı bir müsəlmana hörmət etmək, gözəl davranmaq. Üçüncü məsələ, birinci salama başlamaq. Görəndə ki, qarşıdan mən bir ağsaqqalla görüşəndə balaca böyüyə salama başlamalıdır. Nəyə görə? Çünki hədisdə gəlib ki, Yüsəllimus-sagiru aləl-kəbir. Balaca böyüyə salam verir. Balaca başlamalıdır salamı. Və həmçinin minikdə olan, yerdə olana salam verməlidir. Sonra, yaşlı bir insanla danışanda gözəl, mülayim sözlər seç. Ey əmi. Məsəl üçün də indi hər cəmiyyətdə ay baba, ay dayı və digər gözəl sayılan ifadələrlə onlarla danış. Necə ki, sələflərdən varid olub, onlar məsələn yaşlı insana ya əm, ey əmi, belə də deyərdilər, ey əmi. Deməli, ey əmi demək də sələflərdən varid olub, yaşlı insana ay əmi. Filan məsələ necədir, filan və digər söhbətə başlamamışdan qabaq bunu demək olar. Beşinci məsələ, məclislərdə onları önə vermək ki, buyursun ağsaqqal danışsın, buyursun filan kəs əmi danışsın. Növbəti məsələ, onlara dua etmək. Bütün müsəlmanlara dua etmək olar, qarşılaşdığın, söhbət etdiyin, lakin ağsaqqallara, ağbirçəklərlə danışanda dua etmək, bu da hörmətdəndir. Nə dua edə bilərsən? Şeyx deyir ki, ömrün uzanması, Allaha itaət üzərə ömrün uzansın. Allah Teala onları müvəffəq eləsin, möhkəmləndirsin, Allah Teala onları qorusun, onlara afiyət, sağlamlıq versin, sonluqlarını gözəl eləsin və onları o kəslərdən eləsin ki, necə ki hədisdə gəlib, insanların ən xeyirlisi barəsində belə deyilib ki, o kəsdir ki, ən xeyirli insan ömrü uzanır və əməli gözəl olar. Və bu da deməli dualardandır. Və həmçinin bilsin ki, 8-ci məsələ, nə qədər valideynlərə yaxşılıq eləsə də onların əvəzini verə bilməz. Mükafatın əvəzini verə bilməz. Başqa bir rəvayət olunur ki, İbn Ömər radiyallahu anhu görür ki, bir nəfər Kəbə ətrafında anasını daşıyır. Anasını tavaf elətdirir. Belinə götürüb tavaf elətdirir. Anası yaşlı olur. Və xoş sözlər deyir. Yəni deyir, mən sənin xidmətçinəm, mən sənin yeri gəlsə, yəni sənin miniyinəm və anası üçün xoş sözlər deyir. Və soruşulanda ki, İbn Ömərdən ki, ananın haqqını verdimmi mən bununla? Onda İbn Ömər radiyallahu anh deyir ki, xeyr, hətta bir doğuş sancısının belə haqqını vermədin. Və bu qısa məsələlər idi böyük yaşlı insanlar haqqında. Allah Teala Şeyx Abdürazaqı qorusun, bütün alimləri qorusun, elm tələbələrini qorusun, onları xeyir işlərə müvəffəq eləsin və bizi onların elmlərindən faydalanmağa müvəffəq eləsin və bizi yaşlı insanlara gözəl rəftar edənlərdən eləsin. Allah və Rəsulü sallallahu aleyhi ve sellem necə deyiblərsə o cür rəftar edənlərdən eləsin. Allahın haqlarını, Peyğəmbərin haqlarını sallallahu aleyhi ve sellem, valideynlərin haqlarını, qonşuların haqlarını, qohum-əqrabanın haqlarını və bütün yaşlı insanların haqlarını lazımınca verə bilənlərdən eləsin. Gözəl şəkildə verməyə müvəffəq eləsin. Allah subhanahu teala özünə şükr etməyə bizi gücləndirsin, müvəffəq eləsin. Allah subhanahu teala ölkəmizdəki ağsaqqalları, ağbirçəkləri qorusun. Bütün müsəlman